götürən Bahar Festivalı artıq 3-cü günündədir və hər gündə səhnədə müəyyən ifaçılardan müəyyən ifalar dinlənir. Bu gün isə səhnədə Elnarə Xəlilovadır. Festivalın 3-cü günündə maraqlı konsert proqramı ilə çıxış edən sevilən müğənni Elnarə Xəlilova it mahnıları ilə dinləyicilərinə əsl bayram havası yaşadı. Qeyd edək ki, Elnarə Xəlilovanın son günlər dəbdə olan mahnıları festivalı daha da coşdurub iştirakçıların zövqünü oxşuyub. Bahar Fest'in 4-cü günü də maraqlananlarla yadda qalıb. Rayonların mədəniyyət kollektivlərinin ifaları festival iştirakçıları tərəfindən alqışlarla qarşılanıb. Bayramda ən çox əylənən isə həmişəki kimi yenə də balacalar olub. Mən yazın gəlisini çox sevirəm. Yazda Novruz bayramı qeyd edilir. Novruz bayramında yumurta pişir, yumurta da döyüşdürürük və çəçərburar, paxlava pişiririk. Mən Novruz bayramını çox sevirəm. Mən hər il Novruz bayramını burada Möminə xatun yanında ailəmlə birlikdə qeyd edirəm və ümid edirəm ki, hər il burada keçiriləcək. Bu mənim çox xoşuma gəlir. Bütün Azərbaycan xalqı Novruz bayramını təbrik edirəm. Qeyd edək ki, sabah Bahar Fest'də ölkənin sevilən qrupu Döngə maraqlı konsert proqramı ilə çıxış edəcək. Həsən Məmmədov, Tərlan İbrahimova, İlqar Məmmədov, Cəmil Məhrəmov, NTV Xəbər.